Hər şey eləyiblər ki, təhsildən də qəşəng pul qazansınlar. Mən bilmirəm, kimə ünvanlayıram bunu. Vallahi bilmirəm. Sadəcə mənim bir valideyn olaraq fikrim belədir. KSG, BSG, BSG, MSG, MSG, VSG, VSG, JSG, ISG, PSG. Nə qədər olar? Məncə də. Mənə uşağım deyir ki, ana, mənə övladım, 10 yaşlı övladım, Raul qayıdıb deyir ki, ana, siz yaxşısınız, deyir. Siz gəlirsiniz işdən sonra istirahət eləyə bilirsiniz. Həsə də parırlar. Hə, biz gəlir ancaq yemək yeyib, biraz otururuq, yarım saat sonra da yatmağa deyir. Axı biz insanıq. Deyirəm, bala, belə çıxır ki, sizi insan yerinə qoymayan nə qədər əmilər, dayılar, xalalar, bibilər var. Çünki başqa cür buna nəsə bir don geyindirmə olmur. Elə bil, valla arada mən valideyn olaraq, indi bir jurnalist kimi, yox, valideyn kimi deyirəm ki, uşaqları sanki elə bil, nə bilim, belə kütbeyin böyütmək istəyirlər. Elə bil, nə bilim, kimisə maraqları var bunda ki, uşaqlar ağıllı olmasınlar, uşaqlar daim aqressiv olsunlar. Sonra o, indi ibadlar olsun, indi Məşədi sözünü mən bura əlavə eləmək istəmirəm. İbadlar çox olsun, kimin pulu varsa, bəli, hamı Londonda uşağını oxutdurur. Baxırsan ki, Londondan gələnlərin bir çoxu, məsələn, bir uzunqulağın arpasını bölə bilmir. Mən özüm şəxsən 2 elə adamı tanıyıram. Elələr də var ki, həyatlarını kitaba həsr eləyirlər, insanların maariflənməsinə. Bu doğrudan da təhsil alıb, savadlanıb, gəlib burada uşaqların, yeniyetmələrin, insanların savadı olması üçün, bəli, həyatını bir hissəsini həsr edir. Amma ali məktəblərlə orta məktəb arasında böyük bir sədd var, keçilməz bir sədd. Biz illər əvvəl əmin olduq ki, keçilməz səddlər yoxdur. Bəli, o fiziki baxımdan, fiziki hazırlıqdan, ruhdan irəli gəlir. Amma bir sədd var ki, valideynlər də ruhdan salır, uşaqları da ruhdan salır. Onun keçilməz olduğunu görürsən, hələ keçəndə nə boyda keçdi, belə deyək də, üsullardan istifadə eləməlisən. Bu günlərim ona görə bir çoxlar deyirlər ki, niyə uşaqlarını Türkiyəyə göndərirlər? İnandırım, Türkiyədə daha ucuzdur. Türkiyədə sən bilirsən ki, uşağın oraya oxumağa gedib, öz başı ilə imtahanları verir və öz başı ilə da o diplomu alacaq, gələcək.